Məsəl var deyirlər, əri döyən arvadı bir yandan da it qapdı. Son günlər İran hakimiyyətinin üzləşdiyi durumu bu məsəl kifayət qədər dəqiq ifadə edir. Daxildən ölkədəki ağır sosial-iqtisadi vəziyyətə kütləvi etirazlar, xaricdən də Amerika Birləşmiş Ştatları İsrail cütlüyündən gələn təzyiq və təhdidlər qarşısında ciddi problemlər yaşayan Tehran, üstəlik bu məqamda daha bir önəmli müttəfiqini itirdi. Yanvarın 3-də Amerika Birləşmiş Ştatlarının keçirdiyi gözlənilməz və heyrətamiz hərbi əməliyyat nəticəsində Venezuela prezidenti Nicolas Maduro'nun hakimiyyətinə son qoyuldu. Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən təqribən bir il sonra bu, İran hakimiyyətinin məruz qaldığı növbəti ciddi itki sayıla bilər. Şübhə yoxdur ki, Venezuelada hakimiyyətin dəyişməsi İran üçün cari və strateji baxımdan çox böyük mənfi nəticələr doğuracaq. Söhbət təkcə rəsmi Tehran təbirincə desək, Maduro'nun oğurlanmasının İran hakimiyyəti üçün meydana gətirdiyi daxili siyasi təzyiq və psixoloji təsirdən getmir. Hərçənd bu amillər də az əhəmiyyətli deyil. Belə ki, Maduro'nun həbsi artıq deyildiyi kimi İranda davam edən geniş miqyaslı etirazlarla üst-üstə düşüb və İranlı nümayişçilər Maduro'nun taleyini öz ölkələrindəki rejim üçün bir xəbərdarlıq və ya gələcək ssenar kimi görürlər. Təsadüfi deyil ki, Maduro'nun devrilməsinin ardından beynəlxalq mediada və ekspert təhlillərində Venezueladan sonra növbədə İrandır sualı geniş müzakirə olunur. Hətta bu sual İranın hakimiyyətə bağlı mətbuatında da irəli sürülüb. Eyni zamanda Donald Trump'ın etirazçılara qarşı silah işlətməmək barədə İran hakimiyyətinə xəbərdarlığı fonunda Venezuelada həyata keçirdiyi əməliyyat Tehrana rejim dəyişikliyi ssenarisinin hər an mümkün ola biləcəyi mesajını verib və bunun doğurduğu psixoloji təzyiq istər-istəməz rejim rəhbərliyinin təşvişə düşməsinə səbəb olub. Amma Venezueladakı hakimiyyət dəyişikliyinin İran üçün acı nəticələri təkcə bununla məhdudlaşmır. İran hakimiyyəti Maduro'nun gedişi ilə özünün Latın Amerikasındakı əsas strateji dayağını itirib və Amerika Birləşmiş Ştatlarına yaxın ərazidəki təsir imkanlarından məhrum olub. Başqa sözlə, Amerika Birləşmiş Ştatlarının Venezuelaya müdaxiləsi İranın qərb yarımkürəsindəki nüfuz dairəsinə vurulan birbaşa zərbədir. Bu təsir və nüfuzun miqyasını təsəvvür etmək üçün Venezuela müxalifətinin lideri, Nobel mükafatı laureatı Maria Machado'nun sözlərini xatırlatmaq kifayətdir. 2 ay bundan öncə o, İranın Venezuelanı öz satellitinə çevirdiyini bildirmiş, Venezuelanın maliyyə sistemindən Hizbullah üçün pul yumaq məqsədi ilə istifadə etdiyini vurğulamışdı. Görünən odur ki, Maduro'nun hakimiyyətdən götürülməsində Amerika Birləşmiş Ştatlarının məqsədlərindən biri də İranın buradakı mövcudluğuna son qoymaq olub. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marco Rubio'nun Venezuelada İranın və Hizbullahın fəaliyyətinə son qoyulmasını hazırda ölkə prezidenti vəzifəsini icra edən xanım Delcy Rodriguez'in qarşısında şərt kimi irəli sürməsi də bunu təsdiq edir. Bu isə İranın Suriyada olduğu kimi Venezuelada da milyardlarla dollar vəsaitini itirməsi deməkdir. Artıq İranda Venezuelanın Tehrana 2 milyard dollar borcu olmasından və bu vəsaitin bata bilməsi ehtimalından danışılır. Qeyd edək ki, İranda maaşların verilməsi üçün pul tapılmadığı bir şəraitdə bu heç də az vəsait sayıla bilməz. Tabnaq saytı həmin borcun qaytarılması məsələsinin qeyri-müəyyən olduğunu bildirərək yazıb. Əsasən neft və neft məhsullarının Venezuelaya göndərilməsi nəticəsində yaranmış bu 2 milyard dollarlıq borcun taleyi bəlli deyil və bir neçə amildən asılıdır. Venezuelada Amerika Birləşmiş Ştatları tərəfindən dəstəklənən yeni bir hökumət qurularsa, Maduro'nun müttəfiqi kimi İrana olan neft borclarına daha aşağı prioritet verilə, yaxud o, hətta bloklana bilər. Necə ki, oxşar hallarda bu baş verib. Lakin İranın Venezuelada itirilmək təhlükəsi ilə üzləşən maliyyə vəsaiti və investisiyaların həcmi bu məbləğdən dəfələrlə artıqdır və bütövlükdə 15 milyard həcmində dəyərləndirilir. Mahmud Əhməd-Necadın prezidentliyi dövründən başlayan İran-Venezuela yaxınlaşması son illərdə, xüsusən 2022-ci ildə iki ölkə arasında 20 il müddətinə hərtərəfli əməkdaşlıq sənədinin imzalanmasından sonra sürətli inkişaf yolu keçərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Təkcə İranın keçmiş prezidenti İbrahim Rəisinin Karakasa səfəri zamanı iki ölkə arasında müxtəlif sahələri əhatə edən 20-dən çox saziş imzalanıb. Euronews'un araşdırmasına əsasən İran-Venezuela əməkdaşlığı neft, qaz, neft-kimya və avtomobil sənayesini, tikinti, energetika sahələrini əhatə edir və bunların hər birində İran Venezuelaya milyonlarla dollar sərmayə yatırıb. Araşdırmada vurğulanır ki, rəsmi rəqəmlər iki ölkə arasında ticarətin real mənzərəsini əks etdirmir və sanksiyalara məruz qalmış hər iki ölkə qarşılıqlı mübadiləni kölgə mexanizmləri və dolaşıq sxemlər əsasında həyata keçiriblər. Bildirildiyinə görə 2021-ci ildə cəmi 600 milyon dollar olan ticarət dövriyyəsi 2023-cü ildə 3 milyard dollara çatıb. İbrahim Rəisinin 2023-cü ildə Karakasa qeyd olunan səfəri zamanı bu rəqəmin ilkin mərhələdə 10 milyard dollara, uzun müddətli hədəf olaraq isə
20 milyard dollara çatdırılması qərarı alınmışdı. Ən mühümü isə İran və Venezuela arasında hər iki ölkənin beynəlxalq maliyyə və ticarət sistemindən təcrid olunmasına cavab olaraq illər ərzində formalaşdırılmış mürəkkəb bir mexanizm mövcud idi. Nümunə olaraq bu mexanizmin bəzi elementlərini və onların fəaliyyət prinsiplərini qeyd etmək olar. Birinci, qızıl qarşılığında neft barter mexanizmi. İran Venezuelanın neft sənayesini bərpa etmək üçün texniki yardım göstərir. Avadanlıq və seyrəldicilər təmin edir. Bunun əvəzini isə qızıl şəklində alır. Venezuela Mərkəzi Bankından alınan qızıl külçələri İranın Mahaneir şirkətinə məxsus mülki təyyarələrlə birbaşa Karakasdan Tehrana daşınır. Bu qızıl daha sonra Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdə nəqd pula çevrilir və İranın dəstəklədiyi qrupların, o cümlədən Hizbullahın maliyyələşdirilməsində istifadə olunur. 2. Kölgə donanması. İran və Venezuela sanksiya altında olan nefti dünya bazarına çıxarmaq üçün təxminən 200-dən çox köhnə tankerlərdən ibarət kölgə donanmasından istifadə edirdi. Bunun üçün gəmilər transponderlərini söndürür və ya peyk siqnallarını saxtalaşdıraraq özlərini başqa koordinatlarda göstərirlər. Neft yükləri açıq dənizdə bir gəmidən digərinə ötürülür və sənədlərdə neftin mənşəyi Malayziya və ya Birləşmiş Ərəb Əmirliyi kimi dəyişdirilir. Bu yollarla əldə olunan böyük maliyyə vəsaitləri rejimin qorunmasına və onun əlaltılarının saxlanmasına sərf olunur. Sadə İran vətəndaşı isə gündəlik süfrəsi üçün adi düyü almaq imkanından da məhrumdur. Bu yöndə narazılıqlara cavab olaraq İran Dövlət Televiziyasının eksperti düyü ala bilmirsiniz arpa yeyin tövsiyəsini verəndə əhalinin tarıma çəkilmiş əsəbləri dözməyib, onu küçələrə çıxmağa vadar edir. Xalqın qəzəbindən qurtulmaq isə mümkün deyil.